Təmsil etdiyim Lənkəran rayonunda cari ildə bir neçə iri miqyaslı infrastruktur layihələrinin başlanması üçün sərəncamlar verilib, 2026-cı ilin dövlət büdcəsində vəsait ayrılıb. Bunlardan biri şəhərin kanalizasiya sisteminin yenidən qurulması üçün 200 milyon manat vəsaitin ayrılması, digəri isə İqtisadiyyat Nazirliyinin yeni proqramı olan Dövlət Özəl Tərəfdaşlığı proqramı çərçivəsində məişət tullantılarının utilizasiyası zavodunun inşaatıdır. Həmçinin yeni peşə məktəbin inşasını və Hirkan-Biləsər yolu üçün 1 milyon 500 min manat vəsaitin ayrılmasını qeyd etmək istərdim. Bu gözəl işlər üçün Lənkəran seçicilərinin təşəkkürünü cənab prezidentə çatdırmaq istərdim. Hörmətli cənab baş nazir, çıxışımın sonunda bir məsələni diqqətinizə çatdırmaq istərdim. Təmsil etdiyim Lənkəran rayonunda Təhsil Körpüsü adlandırılan bir körpü var. Rayonun Daşdətük kəndində bu körpü məktəbə aparan yoldur və keçən il sel nəticəsində bu körpü dağılıb, uşaqların məktəbə getməsində çətinliklər yaranıb. Yerli icra hakimiyyəti bu məsələ ilə bağlı mərkəzi icra orqanlarına müraciət edib, xahiş etmək istərdik ki, bu məsələni növbəti ilin büdcəsinə əlavə edəsiniz və prioritet layihə kimi saxlamaqda köməklik göstərəsiniz. Büdcə layihəsini dəstəkləyirəm, ona səs verəcəm. Təşəkkür edirəm.